Deməli, Anamın kitabı, 2-ci məclis. Səhra, aç mikrofonu qızım. Bəli. 2-ci məclis harda cərəyan edir? Rüstəm bəyin otağında, zal otağında, Bəli. baş verir. Uzun O stol var orda. bəli, ortalıqda nə olduğunu da qeyd elə. Bəli, uzun stol var. Aha, sonra orda adamlar əyləşiblər, cəmiyyəti xeyriyyə üzvləri. Mhm. Başda oturub Rüstəm bəy, o sədrdir. Sonra sağ tərəfində Zivər xanım, sol tərəfində də Teymur bəy. Onlardan savayı oturublar orda Mirzə Zeynal, Səlimə xanım, Hüseyn Şahid, Vahid, Aslan bəy, sonra İsmayıl ağa və sair. Bəli. Münəvvər xanım var, Səməd Vahiddir, Hüseyn Şahiddir, Aslan bəydir, Hüseyn Şahiddir, Mirzə Məhəmmədəlidir, düzdürmü? Sonra burada 2 dənə şagird gəlibdi, Hüseyn Şahid ilə bərabər. Mirzə Bəxşəli ilə Mirzə Məhəmmədəlinin yanında məktəbdən 2 şagird gəlibdi. Mirzə Məhəmmədəli ilə Bəxşəli şagirdlərinin başında Bölç var. Səməd Vahidin yanında gələn 2 şagirdin başında isə Fəs var. Biz keçən dərsdə demişdik ki, Fəs həmçinin də Səməd Vahiddə var idi. Bölç isə Mirzə Məhəmmədəlidə var idi. Rüstəm bəydə isə ümumiyyətlə heç nə yox idi. Başı açıq gəzirdi. Bəli, burada hamı oturmuşdumu məclisdə? Hər kəsə yer var idimi? Yox, Mhm. bu Mirzə Məhəmmədəli, Bəxşəli falan diz üstə oturmuşdular. Bəli. Sonra otağın küncündə, pərdənin dalında Zəhra bəyimlə Gülbahar oturmuşdu, məclisə qulaq asırdılar. Bəli. Sonra hər kəsin qabağında qələm, dəftər var. Bir də kimin? Rüstəm bəyin qabağında da zəng var. Bəli. Eyni zamanda qapının yanında bir 3-4 nəfər fərqli oturubdu. Yəni kasıblar oturubdu. Mhm, Düzdürmü? Bəli. bəli. Buyurun. Sonra Rüstəm bəy, nəyə? İclasa başlayır. Bəli, icrası açır. Rus dilində Bəli. açır icrası, düzdürmü? Aha, Buna kim etiraz bildirir? Mirzə Zeynal. Aha, Mirzə Zeynal nə deyir? Deyir ki, burada deyir, ana dilindən başqa dildə danışmaq olmaz deyir. Ana dili, türk dili, milli dil deyir. Bəli. Sonra Zivər xanım da ona cavab verir, rus dilində. O da rus dilində verir, bəli. Onun Mirzə tərcüməsi var idi. Nə deyirdi orada? Həmin o rusca dediyinin tərcüməsi var. Ay uşaqlar, bilirsinizmi? Kitablarınızda varmı? yoxdur məndə. Qrupa İclası PDF açıq var. edir. İclası açıq elan edən Rüstəm bəydir. O Rüstəm bəyin rusca dediyinin tərcüməsidir. Zivər xanımın dediyi sözlərin tərcüməsini ağalar başa düşə bilmirəm, bu nə vəhşilikdir. Qoy kim hansı dildə daha yaxşı bilirsə, o dildə danışsın. Buna nə gərək var ki? Yaxşımı? Mhm. Daha sonra ona da etirazını kim bildirir? Bu belə Mirzə deyəndə. Məhəmmədəli Nə bildirir. Deyir deyir? ki, Aha. Mirzə Zeynal düz deyir dili, deyir. Hı hı. Rus dilində danışmaq olmaz deyir. Bəli. İslam məclisi hara, rus dili hara deyir. Bəli, bunu deyən kimi İslam məclisi hara, Rus dili hara. Bu sözlər Mirzə Məhəmmədəliyə məxsusdur. İslam məclisi hara, Rus dili hara. Bunu Mirzə bax dialoqlar düşür ha uşaqlar. Hədəfin işə qəbul sualında bu 2026-da keçiribdir. Məhz bunu veribdi. Cədvəl veribdi, bir xanada nitqləri veribdi, sütunun bir hissəsinə. Bir hissəsinə də veribdi obrazları. Tapmalısan ki, düzmü deyir, səhvmi deyir. Bax düşmüşdü nədən? Ağalar deməli, ana dilindən başqa özgə dildə danışmaq olmaz. Bu düşübdür. Yəni var. Ondan sonra bu müsəlman məclisi hara, İslam məclisi hara, rus dili hara. Bu da var. Yəni bunlara Bəli. diqqət yetirin. Aha, sonra Sonra Rüstəm bəy danışmağa başlayır. Deyir ki, hamı müsəlmanca danışsın, çünki burada rus dili bilməyənlər də var. Deyir ki, burada deyir müsəlman dilini bilməyənlər də var deyir, amma onlara çarə tapmaq mümkün deyil deyir. hı, Sonra Mirzə Zeynal sözə başlayır. O da deyir ki, birisi ki deyir, müsəlmanca bilmir, onun burada nə işi var deyir bu nədə, bəli, məclisdə. bəli. Sonra Zivər xanım yenə rus dilində nəsə deyir. O da deyir ki, ağa, vallah belə, ağalar, vallah belə mühakimə olmaz. Mhm. Hı hı.
Sonra Mirzə Zeynal deyir ki, cənablardan xahiş edir ki, rus dilində danışmağı qadağan edilsin. Ay sağ ol. Bax, burada rus dilində danışılmağın birbaşa qadağan edilməsini istəyən də Mirzə Zeynaldır, düzdürmü? Bəli. Aha. Yenə səs-küy qalxır və Rüstəm bəy nə deyir? Rüstəm bəy deyir ki, kimə? Teymur bəyə deyir, povestikada olan yazıları oxumasını istəyir. Aha, Teymur bəy kim idi? Iıı, Teymur bəy nə? Cəmiyyəti Xeyriyyənin dəftərdarı idi. Hansı ki, Bəli. 1-ci məclisdə bunların evinə gəlmişdi, Zivərlə bir yerə getmişdilər. Bax, o Teymur bəydir bu. Ondan xahiş eləyir ki, Rüstəm görür ki, də bunların səsi bir-birinə düşübdür. Bəli. Ona görə deyir, nə? Bəli, görür ki, səsi bir-birinə düşübdür. İstəyir ki, qoy söhbəti dəyişsin, səsləri kəsilsin də bir növ belə deyək. Ona görə Teymur bəy araya salır, deyir, buyur deyir, povestikada olanları deyir, oxu deyir. Deməli, burada da biz görürük ki, kağızda 3 məsələnin, daha doğrusu Cəmiyyəti Xeyriyyədə 3 məsələnin müzakirəsi olunacaqdır bu gün. Hə, hansıları idi onları? Çox sağ ol Səhra Gülcahan. Buyur. Teymur bəyin nitqindən aydın olur ki, hansı məsələlərə baxılacaqdır bu Cəmiyyəti Xeyriyyədə? Orada Teymur bəy papkadan kağız çıxarır, oradakı məsələləri deyir. Birinci məsələ deyir ki, il hesabı təsdiqi məsələsidir. İkincisi məktəb proqramıdır. Üçüncüsü acların ac insanlar barəsində idi. Aha, Dördüncüsü onların elmi ərizə ilahi bağlı. Hə, 4 dənə idi. idi, üzr istəyirəm, bəli, 4 dənə idi. Bax, birincisi demək il hesabının təsdiqidir. İl hesabı nədir? Bu cəmiyyətin mədaxili, məxaricini hesablaması, nə qədər pul çıxdı, nə qədər pul gəldi. Belə düşünün. İkinci məsələ, burada bu idi ki, məktəb barəsində idi. Hansı ki, bir qrup valideynlər məktəbə keçirilən dərslərlə bağlı narazılıqlarını bildirirdilər. Üçüncü məsələ acların ərizə halı idi ki, ac insanlar ərizə yazmışlar. Onlara baxılmalı idi. Dördüncüsü də elmi ilahi dərslər barədədir. Yəni bu Mirzə Məhəmmədəlinin və Mirzə Bəxşəlinin keçdiyi dərslərə narazılıq var idi. Birinci baxırlar il hesabının təsdiqinə, düzdürmü? Bəli. O barədə ilk fikir söyləyən kim olur? Rüstəm bəy olur orada. Bəli, nə deyir? Deyir ki, il hesabı barəsində keçən zasedeniya da bir qədər raznочарье oldu deyir. Orada rus dilində danışır. Bəli. Yəni nə demək istəyir? Yəni baxaq bir dənə olur. Bu il hesabı barəsində bir qədər raznочарье, yəni ki, mübahisəli məsələlər oldu da. Bu da onunla o barədə idi ki, smetanın bir para punktlarından bir qədər tərəddüd götürsəndi və özgə cürdə ola bilmədi. Səbəb də bu idi ki, mədaxil oldu, məxaric oldu. Onun bəzi yerlərini biz məhz təyin edirik. Məsələn, deyir, biz ki deyirik ki, bal qonaqlığından gələcək bu qədər mədaxil olacaq, amma əlbəttə deyir, bu mədaxil biz yazdığımızdan bir qədər əksik olacaqdır və yaxud da artıq olacaqdır və məhz bu səbəbdəndir ki, smetada rədd bədəl əmələ gəlir ki, onu tosunu düz götürmək mümkün deyil. Kimin deyir bu barədə sözü varsa buyursun. Aslan bəy danışacaq. Deməli, burada nə deməkdir? Deməli, bunlar il hesabı dediyim kimi o mədaxil məxaric söhbətləri idi. Burada da nəsə tutuşmurdu. Yəni, bunların hesablamasında bu qədər çıxmalı idi. Bu ya əksik çıxır, ya artıq çıxıb. Əksik çıxıbdır. Onda bunu belə əlaqələndirir ki, ya bu mümkün haldır. Yəni, belə problemli bir məsələ deyildi. Çünki deyim, məsələn, misal götürür bal qonaqlığını. Məsələn, deyir, bal qonaqlığında deyir, biz düşünürük ki, bu qədər olacaq, ya deyir, biraz artıq çıxa bilər, ya da əksik çıxa bilər. Yəni, deyir, o точно sözü var, yəni dəqiq deməkdir. Точно, yəni dəqiq şəkildə deyir, biz onu müəyyənləşdirə bilmirik deyir. Kimin indi deyir, bu barədə sözü var? Aslan bəy sözə başlayır. Aha, başlayır. Aslan bəy danışmağa başlayan anda ona diqqətlə qulaq asan kim idi kənardan? Bahar idi. Bəli, Eee, Gülbahar idi. Aha, Aslan bəy məsələsi görmüşdü evlənməkdən ötrü. Sonra bəli, Aslan bəy ayağa durub çıxış edir, deyir ki, heç də belə deyil, siz bağışlayın. bəli. Sonra deyir ki, zakon bu sulçaylara tamamən prestorumet edibdir deyir. Deyir ki, burada mədaxil cərgəsində olan punktlar düz gətirmirdi. Yəni orada onu səhv hesablamışdılar. Hı hı. Siz Amma danışın.
Yaxşı, bura Rusiyadır. Yəni qısaca belədir. Buranın belə çox qarışıq atmağı yoxdur. Bu deyir ki, bu uyğun gəlməməyin səbəbi ondan ibarətdir ki, Aslan bunu qabağa sürür. Bəhanə olaraq bunu qabağa sürür ki, keçən dəfə deyir biz aclara ildə 100 manat paylayaq deyə fikirləşdik deyir. Amma deyir biz 100 manat deyir əvəzinə paylamışıq 109 manat. Deməli orada verirdi də qiymət. Baxım neçə 109 manat. Kitabın səhifəsini itirdim. Hə, 109 manat 14 şahı 2 qəpik paylamışıq. Və bunlar düşə bilər imtahana. Deməli, bu Aslan bəy deyir ki, bunun belə uyğun gəlməməyinin səbəbi odur ki, biz planlaşdırırdıq ayda, ildə 100 manat, acılar ildə ha bunu tapırlar 100 manat. Amma deyir, gəlib deyir, bu olubdu 109 manat 14 şahı 2 qəpik. 109 yəni çox veriblər. Yəni bununla əlaqələndirir ki, bunun bu cür olmağına səbəb budur. Ona görə uyğun gəlməyibdir. Camaatda əlbər gülür, bir neçəsi çəpik çalır, Gülbəhər burada yuxuya gedir. Çünki onun dediklərindən heç nə başa düşmürdü, canı sıxılırdı. Mirzə Məhəmmədəliylə Bəşqədi Mirzə Məhəmmədəli ilə də Baxşəli başlarını buluyurdular burada. Sonra Rüstəm bəy zəngi çalır və başlayır, yəni sakit qarışıqlıq yaranmasın deyə. Deyir, bu barədə daha kiminsə sözü varmı deyir, buyursun deyir. Heç kəsdən səs gəlmir. Sonra bu ilin hesabı kağızını qoyur kənara, keçir ikinci məsələyə. Bu da məktəb proqramı barəsində idi. Və keçən həftə deyir revizyonla da bu zaman onun nitqini düzəldir Mirzə Bəxşəli. Deyir revizyona yox. Bunun adı Təklif olacaq təklif komissiyası deyil. komissiyası. Ay sağ ol. Aha, nə eləmişdin o hissələrə danış. Sonra Rüstəm bəy deyir ki, Hı. keçən həftə təftiş komissiyası məktəb proqramı barəsində irad tutubdu. Güya ki, bu proqramlarda necə lazımdır diqqət olunmur, dərslər yaxşı keçilmir deyir. Mhm. Birinə süs kimi keçirilir. İkinci klassda. Sonra Mirzə Bəxşəli ikinci klassda sözünü yerində dəyişdirir. Yəni deyir ki, ikinci sinifdə. Bax diqqət eləyin. Sonra Rüstəm Revizyonlanın düzəldir Mirzə Zeynal. Amma Mhm. klass sözünü düzəldir Mirzə Bəxşəli. Mhm. Sonra Sonra Rüstəm bəy deyir ki, ikinci sinifdə ədəbiyyat dərsləri çətinləşibdir. Bizim öz Azərbaycan dilimizdə bilmərə nəzərdən salınıb. bəli. Keçən dəfə deyim müəllim cənablarına xahiş olunub ki, bu barədə cəmaət arzusuna hörmət qoyub, məsələ mümkün dərəcə diqqətli nəzərə alsınlar. Sonra burada Hüseyn Şahid danışmaq istəyir. Hüseyn Şahid danışmaq istəyəndə ayağa durur və Gülbahar buna da diqqətlə baxır. Mhm. Sonra Hüseyn Şahid deyir ki, mən burada Qıcıqlarına Əzai ehtiyac yoxdur. Bunu hələ heç kəs bu vaxta qədər başa düşməyibdi, bu nə demək istəyir. Sadəcə burada problem ondan ibarət idi ki, məktəbdə, bax bütün şagirdlər yox, bir para şagirdlərin valideynləri narazılıq bildirmişdilər məktəbə keçirilən ədəbiyyat dərslərində ki, bu dərslərdə Azərbaycan dili nəzərdən salınıbdır və heç də başa düşmək olmur. Və Rüstəm bəydən xahiş eləyibdi ki, məktəb müəllimindən, yəni Mirzə Bəxşərdən xahiş olunur ki, üzr istəyirəm, Səməd Vahiddən xahiş olunur ki, bu məsələyə ciddi yanaşsın və bu ərizələrə hörmətlə, yəni bu valideynlərin fikirlərinə hörmətlə yanaşsın. Burada Mirzə Bəxşəli Səməd Vahid danışır, heç kəs onun danışığını başa düşmür. Bu zaman burada başında fəs olan məktəbli şagird gətirmişdilər, 2 şagird gətirmişlər. Bu da düzdür, məktəbli bütün şagirdlər etirazını bildirmir. Hansı ki, məktəbdə çox yaxşı oxuyan, elin gözündə olan uşaqları gətirmişdilər ki, bir növ bunların gözünü pərdələyirdilər də ki, sübut eləmək istəyirdilər ki, bax belə bir çətin bir şeydir, bizim şagirdlər başa düşür, əzbərləyir, oxuyur. Deməli, burada problem bizdə yox, uşaqlardadır. Əslində onu demək istəyirdilər. Şagird də başlayır burada, oxuyur. Bu oxuyur, bunlar oxuduqdan sonra yenə burada Səməd Vahiddir, Hüseyn Şahiddir, əllərini qoyurlar həmin şagirdin çiyinlərinə. Bu gətirdikləri şagirdlərin çiyinlərinə əl qoymaq ikisində də var. Buna diqqət yetirək. Sonra Zəhrə bəyim ana gəlir. Bu da deyir ki, bu Gülbahar deyir ki, qızım deyir, Cəmil adı oradaydı da. Deyir, bunlar deyir, nə danışmaq istəyirlər, nə danışırlar deyir, başa düşürsənmi deyir. Amma Gülbahar da cavab vermir. Niyə? Çünki Gülbahar yatmışdı, mürgüləyirdi burada.
Ondan sonra Mirzə Məhəmmədəli hissli şəkildə qalxır. İndi çox sağ ol Gülcahan. Səhra, buyur qızım, davam elə. Mirzə Məhəmmədəli burada hisslə qalxıb nə deyir? Hara çatmışsınız mən? Biz həmin o hardaydın? Biz İkinci səhifədə Hə, başda. hə, bildim. Deyir ki, Gülbahar, Zəhra bəyəm diqqətlə qulaq Gülbahar'a asın. deyir ki, Dərsə qızım bu diqqətlə adamlar qulaq as. Dərsə diqqətlə qulaq asın, uşaqlar itirməyin yerini. Fikriniz burada olsun. Hə, buyur. Gülbahar da cavab vermir çünki mürgüləmişdi. Bəli. Sonra Mirzə Məhəmmədəli deyir ki, başa salın görək, niyə çəpik çalırsınız? Hı -hı. Rüstəm bəy deyir ki, iki məsələ qaldı. Biri elmi ilahi dərslər barəsində, bir də Ajdanın ərizəsi. Bəli. Elmi ilahi dərslər barəsində deyir, nə gəlib? Nə idi? Hə, nə deyir orada? Ərizə gəlib deyir ki, Bəli. 3-cü sinifdə Mirzə 3-cü sinifdə deyir müəllimlər Mirzə Bəxşəli və Məhəmməd Əlidən oktyabr ayından deyir xüsuf və nə küsuf barəsində dərs keçirilərmiş. Bəli. Hı -hı. Deyir ki, indi 4 ay olur deyir, bu dərslər bitmir. Hələ deyir ki, bəlkə 6 aydan sonra qurtaracaq bu dərslər. Bəli. Sonra Mirzə Bəşəli də deyir ki, elə deyil deyir. İndiki deyir, xüsuf barəsində 4 aydır oxunur deyir. Qaldı ki deyir, nə dərsləri? Küsuf dərsləri. Bu da deyir 6 aydan küsuf dərsləri təhsil olunmalıdır deyir. Hə, yəni bundan sonra bir 6 ayda baxmaq lazımdır küsuf dərslərinə. Düzdürmü? Bəli, bəli. Deməli, burada məsələ nədən ibarət idi? Yenə bir para müəllimlər, valideynlər, şagirdlər narahat eləmişdilər ki, bu xüsusi dərslər bitmək bilmir. Yəni 6 aydır bunlar eyni şey kisə-kisə dururlar, bitmir bu dərslər. Mirzə Bəxşəli deyir ki, bu belə deyil. Xüsuf nə deməkdir bilirsiniz? Yox, nə demək? Xüsuf yerlə günəşin və ayın tutulması ilə bağlıdır uşaqlar bu dərslər. Dini məsələlər idi də, moizələr oxuyurdular elə bir-birinə. Dini mövzular idi. Deyir, xüsuf dərsləri 4 ayda deyir, davam edibdir, deyir, düzdür, başlar. Amma deyir, xüsuf dərslərdə hələ bundan sonra bir 6 ayda lazım olacaq deyir. Bunu deyən kimdir? Mirzə Bəxşəlidir. Bu zaman Mirzə Bəxşəli qalxır, başlayır yenə əlində yekə bir dərindən kitab çıxarır, başlayır orada oxuyur. Dediyindən də heç nə başa düşmək olmur. Gülbahar ona Bəli. qulaq asırdı və onun dediyindən heç nə başa düşmürdü. Bu zaman bunlar burada uşaqlara verirlər sözü. Oradakı uşaqlar, yenə bunların da yanında 2 uşaq var idi də. Onlar da oxuyurlar və bitirdikdən sonra Mirzə Məhəmmədəllə Bəxşəli çiyinlərini qoyurlar həmin uşaqlar, əllərini qoyurlar həmin uşaqların çiyinlərinə. Bu ikisində də var. Həm Səməd Vahid, Hüseyn Şahidlə biri Hüseyn Şahid idi, bir də onun yanındakı kim idi? Səməd Vahid idi, düzdürmü? Səməd Vahid. Burada da Mirzə Məhəmmədəllə Mirzə Bəxşəli ikisinin üçün ortaqdır bunlar, 4 üçün ortaqdır daha doğrusu. Bu zaman Rüstəm bəy deyir ki, ağalar deyir, ərz məclisinin bəyanatı tamam eləyək deyir, dəxi deyir, danışmağa ehtiyac yoxdur deyir. Kimin əgər deyir, bununla bağlı sözü söhbəti varsa buyursun deyir. Əlbəttə, bu zaman üzvlərin hamısı kim deyir bundan razıdırsa deyir, bu dediyi danışılanlardan deyir, hamı qalxsın ayağa. Tamamı məclisdəkilərin tamamı qalxır ayağa və daxil burada danışmağa ixtiyar verilmir. Və Rüstəm bəy zəngi çalır, o kağızı da qoyur bir kənara və başlayırlar 3-cü məsələ olan acıların ərzi halına. Bunun üstünə söz veriləcəkdir Məşədi Cəfər Ustu Məhdioğluna. Məşədi Cəfərə söz veriləcəkdir. Məşədi Cəfər də yazıq fağırın biri idi də. Bu da başlayır nə deyir burada Məşədi Cəfər? Nitqində nə göstərilibdir? Acıq deyir, 3 gündür deyir, dilimizə çörək dəymir. Hı -hı. Sonra yenə burada acılar çobanlara deyir ki, Allah sizə kömək olsun. Bəli, belə deyir. Hətta Burada o kim? Qəmbər Qurban, bir də Zaman nəyi açır? Öz hələ o bağlamalarını tələsmir, hələ ora açır. qədər var, hələ ora qədər var. Bunlar başlayır, Məşədi Cəfər danışır. Ağlaya-ağladı ki, yəni biz acıq, 5-10 manat çörək pulu istəyirik, nə qədər canımız çıxsın, sağdıkca sizə duaçı olarıq deyir.
Məşədi Cəfər belə deyəndə Rüstəm bəy deyir ki, bu barədə sözü olan danışsın və bu zaman sözə başlayır. Bu dəfə danışan Teymur bəy olur. Teymur bəy deyir ki, mən bilirdim ki, deyir, Cəmiyyət Xeyriyyədə hələlik bu məsələyə əl vurmaq olmaz. Yəni bu məsələyə baxılmamalıdır. Səbəb də onu göstərir ki, iclasda azların ərizələrinə kifayət verilməsi və ya verilməməsi səbəb budur ki, cəmiyyətin sandığında olan pullar zapasnoy fonda qoymaq söhbəti ortalığa qoyulubdur. Yəni nə qədər sandıqda pul varsa, o pulun hamısını fonda qoymaq lazımdır. Və Rüstəm bəy də deyir ki, belə olanda azların ərizələrini bugünkü məclisə gəlindiyi müzakirəyə qoymayaq deyir. Belə olduğu zamanda bəzisi deyir xeyir olmasın, bəzisi deyir gərək müzakirəyə qoyulsun. Belə olanda Rüstəm bəy də deyir ki, əgər deyir kimin deyir sözü varsa deyir dursun ayağa desin. Bu zaman 2 nəfər qalxır ayağa. Biri Zivər idi, biri Münəvvər idi. Zivər bu Rüstəmin yoldaşı, bir də Münəvvər xanım ki, İsmayıl ağanın qızı idi, düzdürmü? Bunlar Bəli. qalxırlar ayağa. Bu zaman Teymurla başlayırlar pıçıldaşmağa. Rüstəm. Bu zaman deyir ki, onda gəlin belə eləyək ki, deyir, azların ərizlərinin halını yoxlamaq üçün həqiqətən ki, bunlar həqiqətən möhtazdırlarmı, yoxsa yox? Bunun üçün deyir, gəlin komissiya təşkil olunsun və həmin komissiya getsin onların evlərinə, baxsın görə həqiqətən bunların vəziyyəti pisdirmi, şəraitləri pisdirmi, azdırlarmı? Ondan sonra bu məsələ yenidən iclasa qaldırılsın. Bu zaman başlayırlar oradakı aclar ağlaşmağa başlayırlar və burada Zivər xanım durub getməlisinə Məşədi Cəfərə bir gümüş pul verir Zivər xanım burada. Birdən ona yazığı gəlir də Zivərin. Doğrusu deyir, həqiqətən ora nitqində də var deyir. Doğrusu deyir, həqiqətən deyir, mənim bu kişiyə yazığım gəldi deyir. Hətta orada rusca söz də işlədir. Onun da mənası o nə qədər zavallıdır, yəqin ki, acdır. Bunu deyir. Bu zaman bəli, çobanların söhbəti gəlir. Danışa bilərsən. Kim Aha, gəlir burada çobanlardan? kim? Qəmbər, Qurban, Zaman. Aha, acıqlı gələn, hissi içəri daxil olan kim idi? Zaman. Zaman. Səbəb nə idi? Kimi axtarırdılar? Mal həkimini axtarırdılar. Bəli. Deyir, Qəmbər də deyir ki, Zamana deyir, düz danış deyir. Ağalar var burada, ayıbdır. Sonra Rüstəm də Qəmbərə deyir ki, biraz gözləyin, məclis qurtarsın, ondan sonra danışarıq. Sonra Əslan bəy deyir ki, bunlar bizim çobanlarımızdır. Bəli. Sonra dünən gəlmişdilər, deyir ki, qoyunlara azar düşüb. Deyir ki, cəmiyyət dağılandan sonra bunlara nə eləyərsən deyir, bu Dava qoyunlara bir edərsən də. çarə taparsan. Aha, aha. Aslan bəy də yaxşı deyir. Sonra Qurban kimə? Aclara deyir ki, niyə ağlayırsınız? Bəli, bunu deyən Məşədi Qurbandır. Qurbandır bunu deyən. Ki, niyə ağlayırsınız? Hı, Qəmbər deyil, Qurbandır. Aha. hə, yaz. Məşədi Cəfər də deyir ki, 3 gündür dilimizə heç nə dəymir deyir, acıq deyir. Hı -hı. Sonra bu zaman Qəmbər, Qurban Zaman öz nələrini açırlar, bağlamanı. Aha. Hər üçü də aclara çörək verir, bir də yağ qoyub verirlər çörəyin üstünə. Bəli. Sonra aclar da çobanlar deyir ki, Allah sizə kömək olsun. Sonra onlar minnətdarlığını bildirirlər. Zaman da deyir ki, nuş olsun, doymasanız yenə verərik deyir. Hı -hı. Sonra Gülbahar da bunlara diqqətdən baxırdı. Rüstəm bəy yenə rus dilində nəsə deyir. Deyəsən nəyin qurtardığını mı deyir? Xeyriyyə Hə. cəmiyyəti. Deməli, orada bəli, hansı ki, onlar çörək verdi, onlara xeyir təşəkkürlərini bildirdi və bəli, Rüstəm bəy orada deyir ki, yox, Qəmbərlə Qurbanı çağırır ki, yaxına gəl, sənə sözüm var. Bəli. Hə, yox, məclisi rusca bəli, rusca deyir, rusca məclisi bağladığını elan eləyir. Burada başlayırlar çıxmağa, camaat çıxandan sonra Rüstəm bəy deyir ki, Qəmbər, yavğa gəl, sözüm var. Qəmbərə söz olduğunu deyir. Yəni yaxına gəl, yavğa gəl, yaxına gəl. Belə deyən Hı hı. zaman bunlar qalxırlar ayağa, gedirlər Aslan bəyin yanına. Yəqin ki, deyir, qoyunlarda yara görsənir. Aslan bəy deyir bunu. O da Bəli. deyir ki, Qəmbər də deyir ki, aha, yaraların yaralanında var deyir.
Amma deyir, biz onun, çarəsini bilirik deyir, amma, qızdırmanın çarəsini tapa Aha, bilmirik. yaranın çarəsi nə idi? Nöyüd Yaranın sürtən çarəsi kimi düzəlir deyir, yəni. bəli, onun deyir çarəsi asandır, nöyüdü sürtən kimi düzəlir, amma deyir qızdırmaya çarə edə bilmirik deyir. Bu zaman qeyd etdi ki, yaxşı deyir, siz mənə deyin görüm, siz qoyunları dezinfeksiya eləmisiz. Bunlar da axı fağırdır, nə bilsinlər dezinfeksiya, mezinfeksiya nədir? Deyir, Qəmbər deyir, qanmadıq deyir, ay həkim ağa deyir, başa düşmədik deyir, qurban olum, o söz nə sözdür başına dolanım. Bax, bunları üçü də deyəndə camaat orada gülüşür. Aslan deyir ki, bir deyir, siz mənə deyin görün, yaralarda onu temperaturunu ölçmüsünüzmü? Yenə də qanmırlar, yenə də başa düşmürlər. Və burada qanmadıq həkim ağa deyən Qəmbərdir. Bax, qı yadınızda saxlayın. Qanmadıq həkim ağa deyən Qəmbərdir. Başa düşmədim, qurbanın olum. Bax, qurban sözü keçir. Belə yadınıza saxlayın. Yaxşımı? Qurbanın nitqində qurban sözü keçir. Başa düşmədim, qurbanım olum. Bunu deyən qurbandır. Qanmadıq Qəmbər deyir. Qanmadıq qurban həkim ağa deyir. O nə sözdür? Başına dolanım deyəndə zamandır. Bu zaman deyir ki, həkim ağa deyir, sənin deyir, yaranla işin yoxdur deyir. Biz deyir, onun dərdini bilirik deyir. Keçən həftə deyir, Qumral kərə qoyuna canavar yaralamışdı deyir. Bax belə deyir, kalafa kimi idi deyir. Qara növ sürtdü, 2 günə yaxşı oldu. Bu zaman camaat və eyni zamanda Gülbahar diqqətlə qulaq alır. Bax, Gülbahar ilk dəfə ki, deyiləni başa düşürdü. Hətta sonra o Rüstəmə də deyəcək ki, mən bircə orada çobanların dilini başa düşmüşəm deyə. Bu zaman məsələn deyir, Bənövş qara üzlü canavar 2 həftə bundan qabaq yaralanmışdı. Ona da qara nöğütlədik, yaxşı elədi. Deməli, Qubral qara kərəni, Qumral kərə qoyunu. Sonra Bənövş qara üzü canavar 2 həftə bundan qabaq yaralamışdı. Ona da qara nöğütlə yaxşı elədik deyir. Keçən həftə deyir, Hacı Əmrahgilin, Hacı Əmrahın adı çəkilir burada. Sürüsündən sarı əbrəş qoyunu yenə canavar dağıtmışdı. Ona da nöğüt deyir, sürtdük deyir. Sən deməli baxın 3 qoyun növü, üçünün adını çəkib. Biri deməli burada adı çəkildi. Qumral kərənin. Qumral kərənin yarası var idi. Bunun canavar parçalama söhbəti yoxdur. Nöyüd sürtdü, düzəldi. Bənövş qara üzlü canavar parçalamışdı. Yəni yaralamışdı. Ona da qara nöyüd sürtdü. Hacı Əmrahgilin sürüsündə də bir əbrəş qoyun var idi. Onu da eyni zamanda canavar yaralamışdı. Ona da nöyüd sürtdü, düzəldi. Sənin bu yaranan işin yoxdur. Sən yəni qızdırmaya əlac söylə deyir. Sən deyir bizə məsləhətli bir söz de nə deyir. Mən deyir and verirəm Allaha, bizlə deyir elə danış ki deyir biz səni başa düşək deyir. Yoxsa deyir biz deyir çöldə böyümüş çobaqlarıq deyir. Sən deyir dava ver, qızını ölməsin deyir. O da deyir bir ayın içində deyir bizim sürümdən 20 qoyun deyir qızdırmadan qırılıbdı deyir. Sarı kərə deyir dünən qızdırmadan öldü deyir. Zamangilin sürüsündən də dünən yox, irəliki gün bir qara bənövş, bir də sarı qara üzlü azarladı deyir. Ədə deyir zaman deyir niyə dinmirsən deyir, yəni niyə danışmırsan deyir. Sən deyir bu zaman da deyir ki sən bu qız yox bu zaman yenə qurban deyir ki sən deyir bizim deyir bu qızdırmaya əlac ver deyir. Yoxsa deyir belə getsə bizim evimiz yıxılacaq. Bax bu qoyun deyirəm, üzr istəyirəm, çobanlardan birinci pəridə biz sadəcə Qəmbərin nitqini eşidirik. Amma bu ikinci pəridə Qəmbər də danışır, Qurban da danışır, Zaman da danışır. Yəni çobanların nitqinə ən çox yer verilən pərdə ikinci pərdədir uşaqlar. Ondan sonra gəldi, sən deyib bizə Aslan deyir bəy rəhm elə gəlir. deyir. Sənin yoluna deyib biz baş qoyarıq deyir. Sənə deyir yağdan, şordan gətirərik, uşaqlar yeyərlər deyir. Ağ yavanmaq pis deyil deyir, bilirəm deyir. Səhər yerdə qonaq qaranız olur deyir. Deyir ki, sən deyir bunlara əlac ver, sənə yağ gətirərəm, ağartı gətirərik, şordan gətirərik deyir. Uşaqlar yavanlıq yeyərlər deyir. Bilirəm deyir, şəhər yerində sən deyir, gəlib gedən qonağın çox olur. Bunu da deyir. Bu zaman Aslan bəy nə deyir? İndi artıq danışaq. Aslan bəy də deyir ki, nə, siz gələrsiniz deyir, mən resept yazaram. Yenə onlar başa düşmürlər bunu. Camaat gülür. Hı -hı. Sonra Rüstəm bəy deyir ki, Aslan bəy nə danışır? Bəli. Bacısına deyir ki, Aslan bəy nə danışır? Sonra Mirzə Məhəmməd Əli buna başını bulayır. Gülbahar da deyir ki, xeyr başa düşmədim. Zəhra yox, xeyr eşitmədim.
Xeyir deyir yəni burada. Burada Aslan bəy deyir ki, resept yazaram deyir. Çıxıb gedəndə deyir, bu qoyunlar başa düşmür ki, bu nə dedi, nə elədi deyir. Bizə başlayırlar gülməyə. Onda Rüstəm bəy, Mirzə Məhəmmədəli və Səhəb Məhəmməd Vahid baxıb daxırlar, üçdə Bəli. yaxınlaşırlar Gülbaharın yanına. Ha deyir, Hı. bacım deyir, de görüm deyir, Aslan bəy nə yaxşı danışır. Düzdürmü? O deyir, Mirzə Məhəmmədə deyir ki, xeyr dadaş deyir. Mirzə Məhəmmədəli narazı başını bulayıb belə deyəndə Rüstəm bəy ki, Aslan bəy nə yaxşı danışır deyəndə, xeyr deyir, ay dadaş deyir. Ay qız deyir, Aslan bəy danışanda deyir, sən deyir, yuxulamışdın deyir, Hə, maşallah yaxşı yoxlamışdın danışdı. deyir. Hə, bura Zəhra bəyim deyir ki, bu maşallah deyir, yaxşı danışdı deyir. Sən deyir, yuxulamışdın deyir. Bu Rüstəm zaman bəy Səməd Vahid gəlir aha. qabağa. Gülbahara deyir ki, Hüseyn Şahid gördün deyir, nə gözəl danışır. Nə gözəl şeirmi Hə, söylədi. danışma söhbəti yoxdur burda. Deyir ki, Gülbahar, sən gördünmü Hüseyn Şahid nə gözəl əşar söylədi. Əşar sözünün mənası şeir deməkdir uşaqlar. Hı -hı. Yəni nə gözəl əşar söylədi, Sonra şeir dedi. Gülbahar da gülür. Hı Sonra -hı. Mirzə Məhəmməd Əli də gülür Hı Gülbahara -hı. baxıb. Hı -hı. Sonra Səməd Vahid çəkilir kənara. Gülbahar sonra deyir ki, sözün doğrusu deyir ki, çobanların danışığından savayı deyir, mən heç də başa düşmədim deyir. Hı -hı. Sonra Rüstəm bəy, Gülbahar çıxır gedir otağa. Sonra Rüstəm bəy gəlir, Zəhra bəyimin qabağında durur. Deyir ki, ana deyir, bundan sonra qızını kimi istəyirsən ver deyir. Yəni bundan sonra işim yoxdur deyir. Hı -hı. Mirzə Məhəmməd Əli də Rüstəmə deyir ki, Aslan bəy deyir ki, Yəni Aslan bəy kimi ııı, birinə getməkdən evdə qalsa yaxşıdır. bəli. Rüstəm bəy də deyir ki, axmaq-axmaq danışma. Kimə? Mirzə Məhəmməd Əliyə. Hı, bu da ucadan Mirzə deyir ki, Məhəmməd Əli danışacağam. də əsəbləşir. Deyir ki, danışacağam. Hı -hı. Sonra Səməd Vahid onları ədəbsizlər adlandırır. Hı -hı. Sonra hər üçü çıxıb gedirlər. Bəli, Zəhra bəyim də tez onların arxasınca baxır, onlara yalvarır, oğlanların dalınca. bəli. Sonra Bax, Zəhra bəyim burada, deyir ki, bir dənə söz deyim, bir dənə məsələyə diqqət yetirək. Deməli, burada Rüstəm bəy Gülbaharın fikrini alır Aslan bəylə bağlı. Səməd Vahid, daha doğrusu Səməd Vahid də, hə, Səməd Vahid burada, kim idi? Deməli, onun dostunun adımdan çıxdı uşaqlar bir anlıq. Hə, Səməd Vahid Hüseyn Şahid haqqında fikri alır, amma Mirzəli Bəxşəli ilə bağlı fikir almır Mirzə Məhəmmədəli, düzdürmü? bəli, Alınmır. Bax, buna fikir verin. Burada Gülbaharda onun necə danışdığı ilə bağlı Mirzə Məhəmmədəli demir ki, Mirzə Bəxşəli nə cür danışmışdı. Bax, buna diqqət yetirin qızlarım. Ondan sonra bunlar başlayırlar sözləri çəp düşməyə. Əsas burada bax, harda yarandı problem? Problemi əslində burada yaratdı, davanı sardı Mirzə Məhəmmədəli. Deyir, onsuz da deyir, bunun deyir, getməyindən deyir, Aslan bəy getməyindən evdə qalsa yaxşıdır. O da deyir, mənim üstümə çığırma, o da deyir, çığıracağam, danışacağam. Burada Səməd Vahid deyir, ədəbsizlə. O zaman Zəhra bəyəm ana, üçü də bu zaman başlayır belə deyəndə, üçü də başlayıb bir-birinə baxırlar, çıxıb gedirlər. Zəhra bəyim gəlir, tez durur, ayağı oğlanların dalınca yalvara-yalvara deyir ki, sizə gələn qada bala mənə gəlsin. Ay balalarım, hara gedirsiniz? Çıxıb getməyin deyir. Oğlan, uzaqlaşıb yox olandan sonra qayıdıb yenə oturur yerində. Bayazı yenə qoyur qoltuğunun cibinə. Yəni yenə bayazı çıxarıb göstərmək istəyir. Heç biri baxmır bu bayaza, düzdürmü? bəli. Və ikinci pərdə burada yekunlaşır. Nə qaraq, üçüncü pərdəyə baxaqmı, yoxsa saxlayaqmı? Yaxşı öyrənin, növbəti dəfə mi baxaq? Olar mən. Növbəti dəfə. Növbətdə baxaq. Bəli. Yaxşı. Burada 4 pərdədir. Biz inşallah ay uşaqlar belə hər gün dərsə qoşulsaq, Allahın izni ilə mən düşünürəm ki, demək olar ki, ədəbiyyatın 80-90%-ni bitirəcək. Çünki hələ 30 gün var və bu 30 əsərə baxa bilmək deməkdir. İndi bu əsərlər iridir. Məsələn, gələn dərs hansı əsərləri götürək?